أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. Bəli, bu günlər xüsusən mübarək cümə günüdür və istəyirik bu gün xanım Zəhranın barəsində bir neçə kəlmə danışaq və dünənki gün o xanımın mübarək doğum günü idi, mövlud günü idi və Allahın verə izzətinə, əzəmətinə o xanımın dünyada ziyarətin, axirətdə şəfaətin hər birimizə nəsib eləsin inşallah. Xanım Zəhranın adları və isimləri, belə deyək, bəzi adlar var xanım Zəhranın ləqəbləri. Mən istəyərdim ki, o ləqəblərdən birinin barəsində danışaq. Hədislərdə qeyd olunur ki, xanımın 100-dən çox ləqəbi var. O ləqəbləri insan elə-belə almır. Müsbətdə də insan zəhmət çəkir, ləqəb alır, mənfidə də. Görürsən, biri illərin sərf eləyir, ömrünün axırlarında ona yaxşı bir ləqəb deyirlər, ad deyirlər. Yaxşı cəhətdən deyirəm. İndi pislər özləri bilər. Amma xanım Zəhra salamul əleyha cəmi 18 il yaşadı. Beysətin 5-ci ilində, yəni Həzrəti Peyğəmbər salavatullah 5 il idi ki, Peyğəmbərlik məqamına yetişmişdi. Başqa sözlə desək, Həzrətin 45 yaşı var idi Həzrəti Peyğəmbər salavatullahın, xanım Zəhra dünyaya göz açdı. Və xanım Zəhra 18 il yaşamağına baxmayaraq 100-dən çox mötəbər qibtə olunası və nümunəvi ləqəbləri özünə götürdü. Ki, onların demək olar ki, hamısın Allah, Peyğəmbər və Allahın mələkləri o adları vermişdi xanım Zəhraya. İmam Sadiq əleyhissalamdan bir hədisdə buyurur: "Li Fatimə salamullahi aleyha tis'atu əsma." Xanım Zəhranın 9 məşhur ləqəbi var. 100-dən çoxdur, amma ən məşhurların bu 9 dənədir. Həzrət İmam Sadiq əleyhissalam buyurur: "Fatimətu və Siddiqə vəl-Mübarəkə vət-Tahirə vəz-Zəkiyyə vəl-Radiyyə vəl-Mərdiyyə vəl-Muhaddəsə vəz-Zəhra." Bunların hər biri barəsində danışmaq bəs eləməyəcək. Mən bunlardan sadəcə biri barəsində istəyirəm danışaq. Xanım Zəhranın ləqəbləri burada deyir, qısa deyim adların: Fatimə. Fatimə, yəni cəhənnəmlə Fatiməni sevənlər arasında bir sədd. Ona görə o ad verilib xanım Zəhraya. Siddiqə, yəni doğrucul, doğru danışan. Mübarəkə, yəni mübarək. Tahirə, yəni pak. Zəkiyyə, o da pak, amma fərqləri var. Və radiyyə, Allahdan razı olan. Vəl mərziyyə, Allah ondan razı olan. Vəl muhaddəsə, mələk gəlib onunla söhbət eləyir. Ona görə bu ləqəb verildi ona. Həzrəti Cəbrail əleyhissalam gəlib xanım Zəhra ilə danışardı. Bəzi yerlərdə deyirlər, xanım Zəhra ilə necə danışa bilər mələk? Həzrəti Cəbrail əleyhissalam ancaq peyğəmbərlərə nazil olardı. Amma biz görürük ki, xanım Məryəm danışıb. Cəbrail əleyhissalam xanım Məryəmə nazil olub, danışıb onunla. Və Quran buyurur ki, tətənəzzəlu aleyhimul mələikə. Bir qrup insan var ki, mələklər enər ona və onunla söhbət eləyər, danışar.
və Zəhra, yəni nur saçır. Mehrabına düşüb səcdə eləyəndə, ibadət eləyəndə ərşin mələkləri, göyün mələkləri onun işığına baxar, tamaşa eləyər. Ona görə bu ləqəb ona verilmişdir. Mən bu barədə yox, ancaq mübarəkə ləqəbi barədə istəyirəm danışam. Çünki mübarəkə ləqəbi çox geniş, hər biri ayrı bir mövzudur. Xanım Zəhraya mübarəkə ləqəbi verilib və mübarək nə deməkdir ümumiyyətlə? Quran-ı Kərimin adlarından biri də mübarəkdir. Quran buyurur və hada kitabun ənzəlnahu mübarək. Bu mübarək bir kitabdır ki, bunu biz nazil eləmişik. Allah buyurur. Qur'anı Allah mübarək adlandırır. Mübarək sözünün mənası yəni bərəkətli. Yəni bərəkət dolu, yəni Kəvsər. Kəvsərin mənası nədir? Yəni çoxluq. Kəsrə feilindəndir. Yəni çox olmaq mənasında. Behişdə bir hovuz var ki, adı Kəvsərdir. Ona görə onun adı Kəvsərdir ki, onun suyundan nə qədər içilər, o azalmaz, o çoxalar. O artar, tükənməz. Ona görə buyurur Allah Teala Həzrəti Zəhra səlamul əleyhanı peyğəmbərə bir övlad kimi bəxş eləyəndə Kəvsər surəsini nazil elədi. Buyurdu ki, İnna a'taynakal Kəvsər. Biz sənə Kəvsər verdik. Xanım Zəhranın ləqəblərindən biri də Kəvsərdir. Allah buyurur, biz Kəvsəri sənə nazil eləmişik. Bəziləri behişdə o Kəvsərin suyundan istifadə eləmək istəyir. Amma biz ey Peyğəmbər sənə dünyada bir Kəvsər vermişik. O elə bərəkətlidir, o elə bir tükənməz bir sərvətdir. O elə bir əzəmətdir, iffət dolu bir şəxsiyyətdir ki, ondan nə qədər insanlar istifadə eləsə mənəvi istifadə, onun feyz və mərhəməti tükənmir. Biz o bolluğu biz əta eləmişik. Biz o bolluğu ona bəxş eləmişik. Böyük əhl-i sünnənin təfsir alimlərindən biri vardı, Fəxr Razi. O, mübarək kəlməsini belə izah edirdi. Deyirdi, Qur'ana Allah bilirsiniz niyə mübarək adım verib, təfsir alimidir Fəxr Razi. Deyir, ona görə Qur'ana Allah mübarək ləqəbin verib ki, Qur'an elə bir mübarək zikirdir ki, onu mübarək mələk, mübarək peyğəmbərə, mübarək bir gecədə və mübarək ümmət üçün nazil eləyib. Ona görə Quranın adı mübarək adlandırır. Mübarək ərşidən nazil olub. Qorunmuş lövhədən Allah onu göndərib, mübarək yerdən, mübarək peyğəmbərə, mübarək ümmət üçün və mübarək gecədə. Leylətun mübarəkə. İnna ənzəlnahu fi leylətin mübarəkə. Biz Qur'anı mübarək gecədə nazil eləmişik. Niyə mübarək gecədir? Xanım Zəhranın adı da mübarəkdir, Qədr gecəsinin də adı mübarəkdir. Xanımın da ləqəbi mübarəkdir, Qədr gecəsinin də Allah ləqəbin bərəkətli olduğunu gətirir, deyir mübarək gecə. Çünki Qədr gecəsi ilə xanımın oxşarlıq cəhətləri çoxdur. Oxşar cəhətləri çoxdur. Ona görə buyurdu ki, Qədr gecəsin xanım Zəhra Qədr gecəsi kimidir. Yəni bir insan Qədr gecəsinin mahiyyətin başa düşsə xanım Zəhranın məqamını başa düşəcək. Yoxsa elə xanım Zəhra, peyğəmbərin qızı, bunlar sadəcə onun zahirdə olan görünüşüdür. Necə ki, Qur'an nurdur, üzdə biz Qur'anın ancaq yazısını görürük, kağızını görürük. Bir var onun zahirini görəsən, bir var onun batini aləmini görəsən. Böyük alimlərimizdən biri Əllamə Təbərsi Qur'anın mübarək adlandırılmasının 3 səbəbini sayır, izah edir. Deyir, birinci ona görədir ki, Qur'an mədh edilmiş və xoşbəxtlik üçün bir səbəbdir. Niyə Qur'ana mübarək ad verilib? Ona görə ki, Qur'an-ı Kərim xoşbəxtliyin səbəbidir.
Xoşbəxtlik əldə eləmək istəyirsən, Qur'andan istifadə elə. Başqa heç bir yerdə sən xoşbəxtlik əldə eləyə bilməyəcəksən. Əyləncələr, keyf, dincəlmək, həzz almaq dünya, nə qədər istərsən. Amma sənə bəxş eləməyəcək o aramlığı. Onlar hamısı müvəqqəti, aradan gedəndən sonra görəcəksən, yox, mənə bir fayda vermədi. Mənim üçün bir önəm daşımadı bu. Mən nəsə qeyri-adi bir şey istəyirəm. Həmin o qeyri-adilik buyurur ki, Qur'andır. Xoşbəxtliyin səbəbi Qur'andadır. Ona görə Allah Qur'anın adını mübarək adlandırdı. İkinci, ona görə Qur'anın adını mübarək adlandırdı ki, çoxlu və daimi xeyir Qur'anda sabitdir. Daimi xeyir və çoxlu xeyir, mənfəət Qur'andadır. Maddi mənfəətdən söhbət getmir, mənəvi mənfəətdən söhbət gedir. Halal haram Qur'andadır. Əvvəldən tutmuş sona qədər bütün elmlərin məğzi, əsası, özəyi Qur'andadır. Ona görə buyurur, Qur'an mübarək adlandırılıb. Üçüncü səbəbi budur ki, Qur'an çoxluqdur. Bütün asimani kitabların özəyi Qur'andadır. Əvvəldən axıra qədər. Bütün mətləblər hamısı Qur'anda incəliyinə qədər qeyd olunub. Quran buyurur, yaşdan quruya qədər, sudan quruya qədər. Nə varsa, hamısı bu aydın olan Qur'an-ı Kərimdə qeyd olunub. Hamısı orada var, hamısı zikr olunub. Qur'anın adı mübarəkdir, ləqəblərindən, adlarından biri mübarəkdir. Amma Allah təbarək və Teala bəzi peyğəmbərlərə də, məsələn, peyğəmbərlərə də mübarək deyir. Həzrəti İsa, biz əvvəldə oxuduq həmin ayələri. Quran-ı Kərimdə Allah Teala Məryəm surəsində buyurur. Buyurur, elə ki, xanım Məryəm gəldi, qucağında uşaq və ətət bihi qavməhə təhmiluh fəətət bihi qavməhə təhmiluh. Elə ki, xanım Məryəm qucağında uşağı götürdü, gətirdi, Həzrəti İsa Peyğəmbər dünyaya göz açıb. İstədi Qüds məscidinə daxil ola xanım Məryəm. Həzrəti İsa Məsihi dünyaya gətirir, Peyğəmbəri dünyaya gətirir. İstədi Qüds məscidin, Məscidül Əqsaya daxil ola, Allah icazə vermədi. Bir xurma ağacının altında Həzrəti İsa Məsihi, Allahın Peyğəmbərin dünyaya gətirdi. Xanım Məryəmin barəsində buyurur, Həzrəti Cəbrail əleyhissalam Həzrəti İsa'nın ruhun ona üfürdü. Və ondan sonra xanım Həzrəti İsa əleyhissalamı bətnində daşıdı və müəyyən zaman keçəndən sonra Həzrəti İsa əleyhissalamı dünyaya gətirdi gizlin şəkildə. Heç kim bilmir, heç kimin xəbəri yox. Xanım Məryəm müqəddəs bir şəxsiyyət, hamı ehtiram eləyir, ədəbi, ərkanı, hər bir şey. İndi xanım Məryəm Həzrəti İsa əleyhissalamı xurma ağacının gəldi altında bir tərəfdə dünyaya gətirdi. Allah Teala buyurur Quran elə Məryəm surəsində, o xurma ağacını silkələ, oradan o gözəl xurmalardan düşəcək, yaş xurmalar, tər xurmalar belə deyək. Onlardan ye, sənə güc gəlsin, qüvvə gəlsin. Xanım Məryəm yedi, sonra indi uşağı götürüb gətirir cəmiyyətin içərisinə, insanların qarşısına. İnsanlar da gözləyir, xanım Məryəm gəlir. Bəti qucağında da həmin o körpə, yenicə doğulmuş körpə. Fəkuli vaşrəbi və qarrə eyna inni nəzərtu lirrəhman savmən fələn ukəlliməl yevmə insiyyə. Xanım Məryəm dedi ki, mən Allah əmr elədi ki, 3 gün oruç tut. Oruç tut və danışmaq orucu, susmaq orucu tut. Yəni danışmayacağam heç kimlə. Buna deyərlər susmaq orucu. Bizdə yoxdur, bizim ümmətə aid deyil. Bu əvvəlki peyğəmbərlərin dönəmində olub 3 gün oruç tutmaq. Ümumiyyətlə susmaq orucu tutmaq.
Xanım Məryəm susmaq orucu tutduğun cəmiyyətə işarə ilə bildirdi və qucağında da uşaq başladılar xanım Məryəmə tənə vurmağa. Qalə ya Məryəm laqad ci'ti şey'an fəriyya. Dedilər ey Məryəm sən çox pis bir iş görmüsən. Ki onu ittiham eləyirlər ki bu uşaq hardan sən dünyaya gətirmisən. Töhmət vururlar, ittiham eləyirlər. Buyurdular ki, ya uxtə Harun ma kana əbuki imra'əs səv'in və ma kanət ummuki bəğiyyə. Dedilər, ey Harunun bacısı. Xanım Məryəmin Harun adında qardaşı yox idi. Onlarda bir adət var idi Bəni İsraildə. Harun peyğəmbər idi, Həzrəti Musa əleyhissalamın qardaşı. Elə ki, bir nəfər çox ləyaqətli olardı, çox iffətli olardı, çox ədəbli, namuslu, qeyrətli olardı. O xanıma deyərdilər Harunun bacısı. O ləqəbi, o adı Harunun bacısı kimi cəmiyyətə təqdim eləyərdilər ki, sən yəni bu qədər gözəl və pak bir insansan. Ona görə dedilər, ey Harunun bacısı, sənin atan pis bir insan deyildi və sənin anan da pis bir insan deyildi, yolun azan biri deyildi. Fəəşşarat iləyhi qalu keyfə nukəllimu mən kanə fil məhdi səbiyyə. Bir xanım Məryəm uşağa işarə elədi, dedi ondan soruşun. Mən heç nə bilmirəm. Mən heç nə deyə bilmərəm. Mən susmaq orucu tutmuşam. Uşağa, körpə uşağa işarə elədi. Onlar dedilər, sən nə danışırsan? Biz bu körpə ilə necə danışaq? Bu ki körpədir. Bu ki beşikdədir, qundaqdadır, belə deyək. Fil məhdi sabiyyə. Qalə inni abdullah. Bunlar bu sözü deyəndən sonra Həzrəti İsa əleyhissalam qundaqda dilləndi. Məryəm surəsinin ayələrini oxuyuram sizin. Qundaqda dilləndi. Dedi, mən Allahın quluyam. 7 dənə xüsusiyyəti burada sayır. Peyğəmbərdə olan bu 7 dənə xüsusiyyəti Həzrəti İsa'nın dilindən Allah bizlərə çatdırır. Buyurur ki, mən Allahın quluyam, bəndəsiyəm. Ataniyəl kitabə və cəaləni nəbiyyə. Və Allah mənə kitab verib və məni peyğəmbər olaraq seçib. Qundaqda deyir, təsəvvür eləyin, ona iman gətirmək bir qrup üçün çətindir, bir qrup üçün rahatdır, asandır. Asandır ona görə ki, möcüzədir də körpə dünyaya gələn danışır, dil olub deyir, mən peyğəmbərəm, Allah mənə kitab verib. Ona da inanmayasan, kimə inanacaqsan? Bir qrup üçün çətindir ona görə ki, deyirlər biz körpəyə iman gətirəcəyik. O qundaqdadır. O körpədir. Hələ bir neçə gündə hələ dünyaya uyğunlaşmayıb. Bizim övladlarımız dünyaya gələndə bir həftə, 2 həftə, 3 həftəndə həkimlər deyir də, müəyyən zamandan sonra görmə qabiliyyəti, eşitmə qabiliyyəti, bunlar həftələrlə gəlir o uşağa. Amma bu uşaq dünyaya gələn kimi deyir ki, mən Allahın bəndəsiyəm və Allah mənə peyğəmbərlik məqamı verib. Və cəaləni mübarəkən eynəmə kunt. Harda olsam Allah məni mübarək qərar verib. Bərəkətli insanlara çatdırır, deyir, mən bərəkətliyəm. Məndən möhkəm yapışın. Mən başdan ayağa bərəkətəm. Biz bərəkətdən necə istifadə eləməliyik? Bərəkət dedikdə o mənaları izah elədik. Ki, 3 mənasını qeyd elədik. Quran niyə bərəkətlidir? Çünki bərəkət odur ki, insanın varlığı, vücudu həm gözəllikdir, həm də ki, ondan nə qədər istifadə eləsin, sənə gözəllik bəxş eləyəcək. Nə qədər onun ətrafında olsun, nə qədər ona sarılsın, bir o qədər daha çox sənə fayda verəcək. Səni əbədi səadəti bəxş eləyəcək sənə. Və əvsani bis salati və zəkati ma dumtu hayya. Və Rəbbim mənə tövsiyə eləyib namaz qılmağı, zəkat verməyi nə qədər ki sağam. Yaşayıram nə qədər. İnsan necə, nə vaxt namaz qılmalıdır, zəkat verir. Nə qədər yaşayır, qılmalıdır. Yəni biri qılmır, qılmasın, o artıq ölüdür. Ölü hesab eləyir onu. O sağ deyil, diri deyil. İnsanın əməlləri ilə insan dirilir, bəlli olur, bilinir.
Və bərrəm bi validəti və ləm yəc'alni cəbbarən şəqiyyə. Və Rəbbim mənə tövsiyə eləyib ki, valideynimə, yəni anama yaxşılıq eləyim və zülm eləməyim. Və ləm yəc'alni cəbbarən şəqiyyə. Sitəm eləməyim, zülm eləməyim. Məni cəbbar, zalım və yolunu azmış qərar verməyib məni. Vəssalamu aleyyə yevmə vulidtu və yevmə əmutu və yevmə ub'athu hayya. Sonra deyir, salam olsun mənə 3 yerdə. Yevmə vulidtu, doğulduğum gündə və yevmə əmutu və öldüyüm gündə və yevmə ub'athu hayya və yenidən dirilib gələcəm qiyamət günü və həmən gündə Allahın salamı olsun mənə. Allah Teala Həzrəti İsa əleyhissalamın dediklərin Qur'an-ı Kərimdə bu ayələrdə bizlərə çatdırır. Buyurur: "Zalikə İsa ibn Məryəm, qavləl haqqəllazi fihi yemtarun." Bu Həzrəti İsa'nın sözüdür. Həzrəti İsa bu sözləri dedi və haqq sözləri dedi. Bu Həzrəti İsa ibn Məryəmdir. Sözü də haqdır, həqiqətdir, gerçəklikdir. Körpə də olsa gerçəklikdir, böyük də olsa gerçəklikdir. Peyğəmbər istəyir qundağda olsun peyğəmbərdir, istəyir qəbirdə olsun peyğəmbərdir. İstəyir dünyada olsun peyğəmbərdir, istəyir dünyasını dəyişsin peyğəmbərdir. Onun bərəkəti, məqamı, əzəməti ondan ayrılmır. Ona görə Allah Teala bu ümməti bərəkətli eləyib ki, Həzrəti Peyğəmbər kimi mübarək bir şəxsin biz ümmətiyik. Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləmin bərəkətin Allah bu ümmətə bəxş eləyib ki, bu ümmət nə qədər istifadə eləsə o nemətlərdən, o bərəkətlərdən bir o qədər də məqamı çoxalacaq, məqamı yüksələcək. Bu oxuduğumuz Məryəm surəsinin mübarək ayələri idi. Burada 7 dənə xüsusiyyət sayır Həzrəti İsa'nın dilindən özü üçün və 3 yerdə də özü üçün dua eləyir. Həzrəti İsa özü üçün dua eləyir 3 yerdə. Doğulduğu gün barədə dua eləyir. Çünki insanın, təfsir alimləri deyir, insanın 3 ən həssas dönəmi olur. Ən həssas zaman 3 zamandır. Bir insanın dünyaya göz açdığı. Bəzən bu insan əlində, bəzən yox, insan əlində olmur. Bilmirsən ki, hansı ailədə dünyaya göz açacaqsan? Harada dünyaya göz açacaqsan? Necə dünyaya göz açacaqsan? Həzrəti İsa əleyhissalam həmən gün özünə salam göndərir. Salam yəni nə? Yəni Allahın duasını, Allahdan dua istəyir özünə. Baxmayaraq ki, Həzrəti İsa dünyaya gəlmişdi artıq. Allahın o aramlıq verməsi, Allahın o bərəkət verməsi bağlıdır həmən o zamanda Allahın ona verdiyi nemətlərə. Ki Allah ona o məqam verib ki, doğulduğu gündəki öz bərəkətin onun üzərinə nazil eləməsəydi, Həzrəti İsa əleyhissalam da digər insanlar kimi o cəmiyyətdə dünyaya göz açan insanlar kimi onlar da bərəkətsiz olardılar. Amma Həzrəti İsa'ya Allah o neməti, bərəkəti bəxş elədi. Buyurur və yevmə əmutu və Rəbbimdən dua istəyirəm. Allahın mənə kömək eləməsini istəyirəm. Yevmə əmut, öldüyüm gün. Bəzən deyirlər, dünyaya göz açmaq insanın əlində deyil. Necə dünyaya gəlişin. Amma dünyadan köçməyin yaşam tərzi və gövrədir. Necə yaşamısan, elə ölürsən. Necə yaşamısan, elə ölməlisən. Məhkumsan ona. Bəzən insan görürsən, mömin kimi görsənir, öləndə kafir kimi ölür. Deməli, o mömin kimi görsənib, yaşamayıb. Bəzən insan kafir kimi görsənib, mömin kimi ölüb. Deməli, o insan elə əslində mömin kimi yaşayıb. Sadəcə qüsurları olub, nöqsanları olub da, kafir kimi yox, müəyyən qüsurlar da, nöqsanlar.
Görürsən insan bəzən səhvlər eləyir, nöqsanlar eləyir, xətalar eləyir, günahlar eləyir. Bu günahlara görə insan peşman olursa və yaxud da digər bir insan günah eləyir, amma ibadət əhli kimi, mömin kimi tanınır və elədiyi səhvlərə görə heç bir əziyyət də çəkmir, narahat da olmur. O ibadət əhli olmayan, o cür düşünən insan bu cür ibadət əhlindən qiyamət günü ola bilsin məqamı daha yüksək olacaq. Ən qorxulu, dəhşətli gün həmən gündür ki, həmən gündə Həzrət İsa əleyhissalam özü üçün dua eləyir. Özü üçün dua eləyir ki, mən həmən gündə Allahdan istəyirəm ki, Allah mənə o nemətləri bəxş eləsin. Məni öz nəzərindən uzaqlaşdırmasın. Allah sonda buyurur ki, Zalikə İsa ibn Məryəm. Bu bilirsiniz kimdir? Bu dualar eləyən Məryəmin oğlu İsadır. Yəni sənin elə dostun, həmkəndlin, sən, o biri, bu biri, mən deyiləm. Bu insanlar deyil. Bu 5 əzəmətli peyğəmbərdən biridir. Zalikə İsa ibn Məryəm. Bu Məryəmin oğlu İsadır. İnandırım insan bu ayəni, bu yerə çatanda, bu axırıncı hissəyə. Allah sonda təqdim elədi də bu kimdir? Əvvəldə demişdi də kimdir ilahi? Və sonda niyə deyirsən bu kimdir? Deyir, əvvəldə mən demişəm, tanıtdırmışam. Sonda istəyirəm sən də özüvə qaydasan. Deyəsən ki, bax mən kiməm? Mən nəylə qürurlanıram? Nəylə fəxr eləyirəm? Bu İsa ibn Məryəmdir. Bu xanım Məryəmin oğlu İsadır. 5 ulul əzm peyğəmbərdən biri. Ən əzəmətli peyğəmbərlərdən biridir Həzrəti İsa əleyhissalam. Bu özü üçün belə günahlayır. Bu özü üçün dua eləyir. Özə bilirsiniz, Hasan hələ heç bir günah eləməyib. Birincisi peyğəmbərdir. Peyğəmbər ümumiyyətlə günah eləmir, paçdır, məsumdur. Əgər bir nəfər desə ki, peyğəmbərlər də səhv eləyib, günah eləyib, hələ körpəydi, o günah eləməyi də bilmirdi. Onların düşüncəsinə görə deyirəm, hələ heç nə eləməyib. Həmən zaman özü üçün dua eləyir. O dəhşətli günlər üçün dua eləyir ki, mənim başıma bu müsibətlər gəlməsin, Allahdan istəyirəm. O xüsusiyyətlərdən biri deyir, və cəaləni mübarəkən eynəma kunt. Allah məni mübarək eləyib, harda oluramsa olum, Allah məni mübarək eləyib. Məndən möhkəm yapışın. Xanım Zəhranın ləqəblərindən biri də Həzrəti Peyğəmbər salavatullah buyurdu, mübarəkədir. Bütün ruhu, vücudu, cismi bərəkətdir. İstəyirsiniz xanım Zəhranı necə, hansı şəkildə tanımaq istəyirsiniz? Baxın Peyğəmbərin məqamına, Peyğəmbərin rəftarına daha doğrusu. Xanım Məryəmi tanımaq istəyirsiniz, başqa bir şəxsi axtarmayın. Quran demir Peyğəmbər sizin üçün nümunədir, ülgüdür. Ən sadə yol, ən rahat yolu budur. Laqad kana fi Rasulillahi uswatun hasana liman kana yarjullaha vel yevmel ahire ve zekerallaha kesira. Allahı çox zikr eləmək, axirətə imanı, Allaha ümid var olmaq və Allahı çoxluca zikr eləmək istəyənlər üçün Peyğəmbər açıq, aşkar nümunədir, ülgüdür. Peyğəmbər xanım Zəhranın nə dərəcədə ehtiramını gözləyirdi. Gələndə qalxardı, əllərini öpərdi, salamı özü verərdi. Tarixdə elə bir yer yoxdur ki, Peyğəmbərin yanına xanım Zəhra gələ, Həzrət ayağa qalxmaya. Elə bir yer yoxdur. Adi halda Peyğəmbərin yanına gəlib, xanım Zəhranın hörmət və ehtiramı bu qədər idi. O Həzrətin mübarək mövlud günləridir. Allahın verə izzətinə, zəmətinə, xalqımız üçün mübarək qərar versin inşallah.